Herkese salam dostlar, necəsiniz var ne yok? Bu günlər yeni bir effektlə qarşınızdayım. Belə bir bingodur. Bingo effektiyle yəni kim harda oynayıb, kim haralıdır, kim nələr qazanıb, onları hansı futbolcular ona uyğun gəlsə o kluba falan qoyacağıq. Və ilk öncə sizdən onu xahiş edəcəm ki, video keçməmişdən qabaq like atıb kanala, video like atıb kanala abunə olmayı unutmayın dostlar. Ve sonra bir de işte de aslında iki yattan videodan haberdar olasınız, hiçbir videomu kaçırmayasınız. Ve dostlar gördüğünüz gibi Marquinhos geldi. Marquinhos Brezilya kazandığı kuboklarda eminim ha. Ölçü Brezilyalıdır. Brezilya'da burada yoktu. PSG. PSG'de oynuyor. Rodri Portugalya bir de Manchester City yoktu diye Necə yəni dostlar? Rodri. Dost bu arada onun doğrudan eləmişdim. Ruben Dias'da səhv salmışdım. Deyirəm axı dedim Rodri. Elim Ruben Dias'da. Nəsə fikrim getdi. Neyse dostlar, Cristiano Ronaldo. Ronaldo'nun oynadığı ta Juventus'ta uyğun gəlir. Copa Libertadores qazanıb. Yox deyəsən. Onu qazanmayıb. Hə, qazanmışdı, bilmirəm. Desən qazanmayıb. Saudi Arabistan Ligi. Bence başka hansı futbolcu? Bence Portugalyalı futbolcular gelir diye onu öyle koyduk. Bruno Fernandes. Hele de Portugalyalı futbolcu geldi. Koyduk Portugalya'ya. Allan Saint Maximin. Newcastle. Saint Maximin Newcastle. Robert Lewandowski. Ülkesi şeydi. Polşa. Barcelona. Bavaria. Dortmund. Dortmund oynuyor. Ha oynuyor. Başka harda oynuyor. Kesirəm. Kimdə? Benfica deyəcəm. Sallayacam. Olmadı. Jadon Sancho. Dortmund milliyyəti haralıydı. Benfica da deyəsən oynayıb. Oynamıyormuş. Anthony. Anthony Ajax'da oynayıb. Manchester United'də, milliyyəti də Brezilyalıdır. Brezilya, Manchester United burada yox olmadığı üçün Ajax'ı qoyuruq. Kylian Mbappe, Fransa, bir de PSG. PSG dolu, Monaco'da da oynuyor. Monaco'ya koyduk. Neymar, Brezilya, Santos, Barcelona, Al Hilal, indi də Santos'dadır. Bir de PSG. Heç qalmadı ki bəs. Buradakilardan Milan, Benfica oynamayıb, İngiltərəli deyil, Juventus oynamayıb. Bilməm daha Copa Libertadores onu demirəm. O var yoxdur. Yoxdur deyəsən onda. Elə belə var imiş. Deyirəm, amma şübhələnmişdim olar. Luka Modric. Xorvatiyalıdır. Real Madrid. Başka klubda oynuyor Modric. Oynuyor. Şeydə. Tottenham'da oynuyor ve Schalke'de diye səhv eləmirəmsə. Modric bunlardan heç birinə uyğun gəlmir. Uduzluq. Kimi axıra qədər eləyə bilər? Siz de eləyin dostlar, yoxlayın. Futbol yazırsa effektlər yine bingo gəlir. Cövüzü bingolar var. Yəni bu var, başqası var. Olsa gələn videolarda dostlar başqa bingolar çəkək. Yəni 4 dənəsi qaldı da dolduram. Dostlar, sağ olun, salamat qalın, videomuz buraya qədərdir. Gəl videoda görüşərik.